Deməli, gəldik, çatdıq 6-cı mövzuya. Bu da yenə sizin uğurlu addımlarınızdan biridir. Artıq yolun çox hissəsi getdi, az hissəsi qaldı. Burada yenə sözlər bizi qarşılayır. Yenə bəzi kiçik-kiçik cümlələr var. Biraz sifətlər var. Məsələn, böyük, balaca, yaxşı, pis kimi sifətlər istifadə olunub. Dinləməni mütləq şəkildə yaxşı-yaxşı eləyəcəksiniz və bu modulda bitirmiş olacaqsınız. Bax, bunu da eləyim, tez bitirim, o birisi mövzula görüm, harada başlayacaq normal dərsləri keçməyə demirsiniz. Tamam. Oturursunuz, bugünün mövzusu budursa, bugün bunun üzərində çalışın əgər bilmirsinizsə. Əgər bilirsinizsə, təbii ki, imtahanı verin, 100% keçməlisiniz növbəti mövzuya. Amma bilmirsinizsə, oturun, ciddi-ciddi, yaxşı-yaxşı baxın, yazdım dəftərə, keçdim o birisini eləməyin. Yazın, öyrənin, təkrarlayın beyninizdə. Nə bilim, çıxıb yolda gedərkən ağlınıza gətirməyə çalışın, açın, girin telefondan, baxın həmin mövzuya, videonu təkrar izləyin, dinləməni təkrar eləyin ki, sizin beyniniz onu həzm eləsin, qulaqlarınız öyrəşsin. Əks halda gəlib siz normalda dərsin ortasından da başlaya bilərdiniz. Biz elə bir fürsət qoya bilərdik ki, promoy dərsin ortasından birbaşa başlayasınız, istədiyiniz dərsə girib onu hazırlaşasınız. Amma o lazım deyil. Niyə? Çünki aşağıdakı boşluqlarınız tam şəkildə dolmalıdır ki, yuxarıdakı dərsləri öyrənərkən çətinlik çəkməyəsiniz. Okay? 7-ci mövzuda görüşərik. Özünüzə yaxşı baxın.